kartanın olmamağı ilə bağlı müsahibə götürmək istəyirəm. Nə var? Müsahibə verirsiniz mənim. Bir dənə olmaq Vermirəm. Bir dəqiqəlik sizdən bir dənə müsahibə istəyəcəkdim. Bir dənə müsahibə, bir kəlmə. Yəni biz nə ilə bağlı? Yox, elə bir şey deyil mənim. Kartanı almağıdır. Ben muhbirler gel başlayıp ki birine interview vermeyeyim onu. Da o icazı vermişsin. Şimdi sen olabilirsen doğru söz yalan söylüyorsun. Ben diyeyim verim. Sonra diyor ki sen kim dedi. Sonra ki ben senin kadar fikirleşen diyorum. Benim aklımda ne var rastlam hoş kelimeler. Düzce düzenim. De götür al da. Memarlıqda işləyir. Memari ha. Ondan götürəcəm. Burada karta olmamağı ilə bağlı. Yəni bir dənə müsahibə verərdiniz ki, karta torpaq kartası. Şimdi bugün bak Sovet'ten gelmişler güya, unvanla araş, emlaktan dattan tökülmüşler burada. Ben bunlara dedim ki bir də çəkir. Bir dənə onlara göre çıktım bugün ki, həqiqətən dinə qəsəbətçi əziyyət çəkir. Vav mən də dedi ki, hər də qarış, bir dənə çəkirik sahə, məndən hara, açılıb, doncu. Qarış, şu olsa, unvan olsa, xəritə olsa, biz də deyərik ki, falan yəni cizgisidir. Vaqif əlində olur. Hər, vaqif. Bu yaxşı şeydir. Dünən icaz elədilər. Bugün bunlar binəyəcək. Xəritə ilə bağlı dünən icaz. Xəritə ilə bağlı, and olsun. İndi mən verməyim. Sən bax, şifahi demirəm sənə. Bu nə olmuşsa özündə zadələ. Tarih dediyinə görə, məsəl üçün, bir bərəs deyib, mən sual verdim, bu da mənə verəcək. Ay sağ ol, iclas da oldu, bununla bağlı müzakirə də oldu. Əmlakdan gəlmişəm. Bax, Sovetin sərəncamı ilə, həqiqətən. Dünən. Prezidentin göstərişi ilə, onlar belə çıxışırlar icazdır ki, biz prezidentin göstərişində. Bizə qardaş, unvan. Çox yerdə əziyyət. Orada nə danışıldı məsəl üçün? Qoy mən onları qeyd edeyim də. Orada nə ilə bağlı danışıldı? Əncə unvanla, xəritə ilə unvanla. Binə qəsəbəsinin. Binə yox, Xəzər rayonu. Xəzər rayonu, hə. Hamısına. Nə binə? Yəni ümumi yoxdur. Belə problem tek binədir. Şağında da var, qalada da var. Yəni bu problem hər yanda var. Yəni tek burada safxoz yox, safxoz bizə onda da var. Hər yanda eyni şeydir. Prosta binə qəsəbəsində sayı bunların çoxdur. İndi orada müzakirə olundu bu məsələlər. Torpaq xəritəsi ilə bağlı. Mən bilirəm ki, tezə eləyəcəm. Bu həll olunmalıdır 1000 pay. Prezidentin əmridir bu. Kimlər var idi orada? Kim gəlmişdi? Hansı? Yox, bizdə də birinci Mavin Vahab müəllim, sonra şöbə müdürləri, eşya müdürləri hamısı yığılmışdı. Bunlar da əmlakdan gəldi, bunlar çıxış edirlər. Mən bilməm əmlak dünödür. Mən deyəmmərəm bunu. Mən xəritə yoxdur indi sizdə. Xəritə burada yoxdur. Mən də ömrümdə görmüşəm. Mən xəritə adlı şey görmüşəm. Xəritə olmağında o Tural müəllim var. O cizgi kaça orada. Cizgi sənə. Hə, cizgi bundan sonra olur. Bu kosmosdan gətirirlər. Ona nətər peçat vurublar xəritəsiz. Xəritə olmadan nətər onu təsdiqləyib. Hələ mən xəritəni görmüşəm mən bu vaxtda. Gəlmişdə 6 ay münabat çəkirdilər, eləyirdilər. Dedilər ki, biz sizə harada mərz var, hamısını göstərəcək. Hələ eləyirlər. Hələ də indiyəcək deyirlər. Görürsən? Amma bilə qutarıblar, bilmirəm qutarıblar. Həmən əmlak, ancaq bu ayrısı. İcra partiyasında da xəritə yoxdur, yəni o hələ onlar da o şeydir. Yox, belki onlara opsi verdi Xəzər rayonuna, bursan. Mən görədim ikinci mərdə görürəm ki, Xəzər rayonundadır. Amma Xəzər rayonu. Öz adımı biləm sərhədi bir nə məsələsində. Odur ki, oğudu xırdodun, onu 100 dəfə ölçsən, mümkün də öyle şey bilmək. Orada bilmək hə. Mümkün də. Xəritəsiz. Hələ bu xəritə deyir, qulaq mənə. Onu təsdiqləyib. Sən bilmirsən bilginə. Sabah zatda da, məhkəmədə də olan. Bunu kosmos çəkirik. Biz Luboya getirim indi çəkeyim. Hansı zonada o? Google'dan çıxarıblar, kompüterdə. Hələ kompüter, o başqa şey. O xəritə sən Luboya ged adam, babu getsin öydə. Onu öyle. Luboya'dan xəritə getsin. Amma məsəl üçün deyirəm də, bunu önünü istəyirik çəkək. Qarış, heç önə getmirəm. Gəl bura. Kompüter edir. Qarış, kompüter edir. Bu sənin öyün həri. Ha, babu onu yandır başda. Getirir ona. Heç getmir gün bana. Ona evində göstərirsiniz, başa salsınız. Bir şey nəzərə tuturuyor, bir krupnu, nehdə, ya bir dənə yox. Onu yine tapırız. Sen başa mən, bu kosmosdan şey, bu hər yerde. Bu dünyanın internete girilip koyuyor. Hadi bildin nədir, yəni sən gəlsən evimə. Bu xəritə deyil, bunu kosmosdan eləyirik. Başa düşsən, kosmosdan sən öyüb, bu da mən kənd çətisiyim, axtaracağım, götürdüm. Deyəcək ki, filan yer, sənin yerin haradır, sən deyirsən buradır. Bu xəritə deyil. Düzdür, mənim düz deyirəm də. Cizgi ki, onu ilə əlaqədar, düz deyirəm də, saatiri burada, qol çəkirik hər Mənim düz deyirəm də, məsələn, mən deyirəm, mənim yerim bax buradır. Siz də onu təsdiqləyirsiniz orada, çıxardırsınız. Bəlkə vətəndaş... Tapa bilməsək bənəçinə. Qrama övbə gedirik.
Başa salamıyordun məni hardadır. Ay, Sən başa ay, düşün. ay. Getdik orada. Mən baxan kim kosmosda tutacağım biləcəm yerin hardadır. Daha sonra ikinci eve getməyəcəm. Amma birdən çön ki, qardaş, bax 136-nın yanında 5 bina məsələn ver, binanın yanındayam. 5 metre. Qardaş 136-nın yanında binaları tapacağam. Qardaş görsət, lap bildiğin açıq aşkar. Öy böy tuturam ha, öy böy. Sən başa düşün məni. Luboy öyi. Hər il. Vertolyotla bu kosmosdan çəkilir şəkil. Hər il. Amma Boşu sənin Bakıya üzrə çəkilir. İndi Luboy öyi görsət mənə. Deyir də evində də get Google-a gir, çıxarda bilərsən. Cəm sənin üçün. Luboy bu xəritədir. bunda mən üçün də bir düzül qoşunda belə. Hə? Mən üçün də düzəldində belə. Mən Mən də də gedim. belə deyəm. Sən bu uşaqlar bu qulaq sən Mən bu də insan qulaq mənə. Qoyma özü kişiyə. Bu məsəl üçün sənin qədər bunu bilmir. İndi məsələn bunu əmlak ki gəlir, həmin bu sərəncamı başçın. Baxır bu torpağa. Həmən sərəncam uyğun gəlir, yox sən özün bilirsən bunları. Uca 34-düm onu. Sənin cır özü, əmlak sənin zadı. Mənimdir ora. Qulaq asın. Ara soruşun. Qulaq asın, bu sözün. Mən ikinci dəfə. Yəni bir şey kupçu, bir görürsən sənə ta kupçu çağırtmayın 10 nəfərə satırlar da. Gəl düzünə danışıyor. 10 nəfərə biri sənə satırlar. Qulaq as mənə. Kötüyü var. Bəli. Amma bilmir zadabətəyə gedib yox. Qarış ged yoxla mən səni satıram sənə. Qarış 2005 satdım ha getdim qarış kötüyü həqiqətən də var. Sən bunu məndən yaşayıbsan bu. Qarış indi onunla biri pulları yoxdur eləmir kupçu. Sabah bu sönür gedir bətəyə dadı eləyir. Qardaş onun uca kupçu çıxıb. Başa. İndi sabah əmlak götürsün desin ki buranı çəkirəm cizgi. Gələcək ötəcək qarış onun uca yerini. Biz gedib oturup ayrı sənət oturup. Başa mümkün olan şeydir. Sən başa düşmə. Belə alırlar da mənim əlimdən bunu. Hə? İndi bunu hesabla alıblar mənim əlimdən. Bəli çıxdı bilirsən. Amma Bizdən ayrı mütəxəssis yolu deyir yok. belə olmaz. Hə? Deyir mütəxəssis dedi. Müxəssis. Mütəxəssis. Qulaq deyib. Deyir bu cinayət işi var burada. Ay yaxşı da getsin versin də. Getsin versin də. Mən səndən arıram sənədi, ehtiyat edirəm səndən. Yox. Amma gəldirəm də. Əvvəli Buranın paşağı sərəncamı dadı başçıdır. Prezident de bunu nümayəndə mənim. Yəni sən deyirsən, sərəncam çıxdı. Özüm mənim eşitdiyim 15 il, 16 ildən bağlı bu sərəncam. Mən heç işləməmişəm. Mən borçlu verib sərəncam göy yoxmuşlar o. Bir nəfər mənim eşitdiyimə görə 5-6 nəfərə verib. İndi o söz yox. Mən o vaxt olmamışam, bir şey eləməmişəm. Nə mənim vaxtımda torpağa verib, nə bir şey. Nə sərəncam verib. Verib o vaxt mənə aiddir. İndi bu sərəncam giydirmədir, göz sərəncam. Sən deyirsən cizgi gördün ora. Layıq ara neyse gördüm mən gəldim mən sən ya sən düşsən ya mənim bunu məhkəmə aiddir. Sən də gəlsən 10 dəfə buraya xeyri yoxdur. Məhkəmə burada mümkündür. Düzdür vəkil məhkəmə və salam o nöqtadır. Sənə dedim get ora. Deyini ki mən də bu torpağa pul vermişəm. Bəlkə sənə ayrı yol. Bilmirəm bunu şüvələ gitar gedib. Bina Belediyəsinin sədriyəm mən. Sizin sualla da mən onu deyə bilərəm ki, hal-hazırda bizdə Bina qəsəbəsinin xəritəsinin dəqiq təsdiq olunmuş formada bizə verilməyib. Bizdə o xəritə yoxdur. Ancaq onu bilirəm ki, həmin xəritənin hazırlanması üstündə qızğın işlər gedir. Çox güman ki, yaxın vaxtda bu xəritə təsdiq olunub, bizə təqdim olunacaq. Biz özümüz də, bizim üçün də çox önəmlidir ki, həmən o xəritə bizdə olsun. Biz həmən xəritəyə əsasən hərəkət eləyək. Biz xəritə olmaya bizim üçün də çox çətinliklər yaranır. Yəni ki, qanun çərçivəsində elə bilən qısalıqda əlini tapacaq. Məni bununla bağlı müraciət eləmisinizmi? Cavab nə verilibsə? Cavab olunub ki, yəni bu xəritəni təqdim eləmək elə də bir günlük içində həll olunan bir məsələ olmadığına görə, həmin xəritənin hazırlanması üstündə bu dəqiqə Nazirlər Kabinetində də, Bakı Şəhər İcra Hakimiyyətində də, yəni işlər gedir. Daşınmaz əmlakın reyestr xidmətində də, yəni bu varlı onlar birgə iş aparırlar ki, həmin xəritə hazırlansın, elektron formada bizə verilsin, təqdim olunsun. Təşəkkür edirik, sözünüzə. Bu hansı vətəndaşlardır, yeni sözlər? Aydın. Bu Abşeron torpaqlarını Abşeron özü verib də. Sənədi də özü verib. Torpağı da verəndə gəlib göstərib ki, bura sənin torpağındır, düzdür. İndi bu vətəndaş bunu gətirir. Bizdə bu ümumi xəritəsi yoxdur bunun bizdə.
O ərazinin xəritəsi. Ümumi xəritəsi yoxdur. Çünki biz ayırmamışıq. Bizim heç nədən xəbərimiz yoxdur da, belə deyək. O şey, Övsan südçülük savxozu, olsun donuz köçəltmə. Yəni bu ora ümumiyyətlə buranın aidiyyatı yoxdur. İndi mən Abşerona mı yəni biz yoxsa Abşerona müraciət elədik. Ora icraçı. %100 bəli. bu sxemə. Çünki bu aktı ümumiyyətlə o ərazi aktı. Ümumiyyətlə yəni Hövsan Həmişə südçülüklə bağlı. Abşeronda olub, Abşeron sənəd verib, Abşeron torpaq ayırıb. Yəni onların bura gəlməyə də ehtiyac yoxdur, yəni gəlsinlər. gəlməyə Elə istəyirlər bir yerdə topalaşıb gəlsinlər. Ya topalaşıb gəlmişdilər, bir ara gəlmişdilər. Ehtiyac yoxdur ki. İcra başçısı qəbul elədi. Biz də başa da saldı ki, yəni o torpaqlarla bağlı Abşeron rayon icra hakimiyyətinə müraciət. Elə mən də ona görə dedim bəs müsahibə götürmək istəyirəm. Yəni bizim öz sənədimiz olsa, yəni Aysa, öz qanuni sənədimiz yolla, deyəndə hər şey qanuni formasında. keçmiş Özbəyev rayon icra hakimiyyətinin sənəd olsa özümüz Bizə verərik. yüzlərlə vətəndaş müraciət edir. Tək mənə deyilməyən yerlər var da mətbuatda. Yəni deyir ki, dəfələrlə gəlib çəkiblər, demişik, problemimizi demişik, amma dedim indi mən bu dəfə gedib özlərlə danışacağam. Bunlar konkret olaraq öz-özə mənə deyəcəklər budur. Lazım olsa dedim informasiya götürürəm sizə sübut eləmək üçün ki, siz filan yerə getməlisiniz və yaxud da mən özüm gedib filan rayon icra başçısına və yaxud da neçə söhbət edəcəm ki, bunlara niyə verilmir? Bəli. İndi bununla bağlı indi belə deyək də Hövsan südçülük necə gedir bu? Abşeron Uzun adı var bunun. Abşeron rayon Hövsan südçülük savxozu üzrə. Aysa o həmin ərazidə nə qədər ki əhali var, yaşayanlar var. Bəli. Onlar Müraciət edib Abşerona, oradan cizgilər verilmədi. o həmin o şeylər xəritəsi, torpağın xəritəsi orada, sizdə yoxdur. Oradan götürürlər. Salam aleyküm. Necəsiniz? Deməli, xanım, Xəzər rayonundan bağlı gəlmişəm bura. Binə qəsəbəsi. Binə qəsəbəsi sakinləridir hamısı. Nə istəyirlər? Bunlar deməli sənəd almaq istəyirlər özləri üçün. Qanuni belə deyək də, var köynədəndir, Abşeron rayonuna aid olan sənədlərdir. Onu götürmək istəyirlər. Deyir dəfələrlə müraciət edirik, deyir müraciətimiz əsassız qalır. Bununla bağlı deyirlər ki, icra hakimiyyətindən xəritə yoxdur. Yəni biz hələ vermişik komitəyə, komitədən bizə veriləcək, sonra verilir. Abşeron rayon südçülük savxozu, Abşeron ərazisidir. Bu bizim ərazi deyil, amma bizim Haşimova Fatmanın sənədidir. Bunun sənədi orada var. Dövlət arxivi. Bunun var. Bunların deyə bilmərəm. Bir dənə bu xanımın ki, orada var. Harada? Arxivdə də, yəni bu əsilli kökü orada var. Bax, Abşeron rayon dövlət. Onun üçün bu Abşeron rayon icra hakimiyyətinə müraciət edir. Bunun sənədi orada var, Abşeron rayonunda. Var da, icari üsulla işləyən fərdişmin Haşimov Fatma qızına bunu demək əsilləri birinci nüsxəsini göndərirlər arxivə, əsilli sənədin əsilli. Onun üçün bunlar verirlər. Bunu nədən bildiniz ki, xanım? Onun arxivi var, bunlar məsələsi yoxdur. Bunlar var, üstündə yazılır, Abşeron var, dövlət arxivi. Bunlarda yoxdur da elə, mən bunlara baxmamışam. Bunlar verilir. Bəlkə varları deyil, mən deyə bilmərəm. Bəlkə arxivə getsələr, Abşeron rayon arxiv idarəsinə getsə, ala bilərlər. Amma o xanımınki alıb. Amma bu xanım gedib kökünü çıxardır, yəni arxiv də bunu təsdiq edir ki, Abşeron icra hakimiyyətinin dövlət arxivi pečatında. Bunun köküdür. Amma bunlar kökləri bilmir. Həmin bu sovxoz binənin sovxoz südçülük dinədə hansı ərazi? Ora siz bilərsiniz burada işləyirsiniz. Yəni ora Abşerona aiddir yoxsa sizə aiddir? Xəzər rayonuna aid deyil ora. Yox, hələ torpaqlar desəm bizə verilməyib. O verilməlidir ondan sonra. Yəni hələ bura ötürülmür. Yox, onun üstünə Abşeron rayon. Yəni bununla bağlı mən müsahibəni kimdən götürə bilərəm? Yəni informasiya yazmaqdan ötürü. Alo. Gedib bunlar Abşeron rayonuna müraciət eləsinlər. Müraciət eləsinlər, yazılı surətdə. İndi hal-hazırda da Abşeronun tabeçiliyindədir. O hara gedirdi? Abşeron hüquqdan südçülük tapılır. Biz Abşeron üçün bu torpaqlar yəni sənədləşmə biz aparmırıq heç birini. Heç birini. Heç birini aparmırıq. Yəni əlaqədar nəsə müraciət edilir biz bunları. Hövsan südçülük. Hə, bunlar Hövsan südçülük Abşeron rayonunun ərazisi. Kənd təsərrüfatı torpaqları.
bilmirik. Nə sənədlərdir? Çetin Nə sənədlərdir bilmədiyim? yer məsələsidir, torpaq söhbəti. Hansı torpaq söhbəti? O bizim mübahisəli söhbəti sənəd verirsiniz. Mən sənəd verməmişəm heç. Verirsiniz. Mən sənəd verməmişəm. Bax burada Müəllim, bir 2 dəqiqə sizə vaxtınızı almaq istəyirdik. Xoş gördük. Araşdırması jurnalist Emir Ramazan. Allah canını sağ olasın. Ondan bu. Bu gizli baxış zamanı. Kəsə bilərikmi otağa? Mən gedirəm, həkim gözləyir məni. Bizim də vaxtımız yoxdur. Biz Mən sizdən sadəcə gedirəm, olaraq həkim gözləyir məni. Tahir müəllim yerində sizsizmi burada? Bax burada Tural müəllim icra hakimiyyətində təsdiq elədi ki, Tural müəllim. Biz sənəd verə bilmirik. Birinin kartamız yoxdur. Hökm sökülüyə biz verə bilmirik. Mümkün olmayan şeydir. Kim deyir? Tural müəllim, Tural Zeynalov. Müzəyən deyir. Deyir onun Binə qəsəbə nümayəndəliyi təsdiq ediblər, mən də təsdiq eləmişəm. Və ondan əlavə Tahirə xanım da Hə. bu sənədlər üzrə şöbə müdürüdür. O da baxdı, dedi ki, bizə icazə verilmir. Verilib də sənəd nə istəyirsiniz? Sizə nə aiddir? Bu sənədi nətər hökm sütkülüyə qoyulub. Hökm Niyə sütkülüyün deyil, qoyulub? ora su təsərrüfatının idarəsidir. Bəli. O da Xəzər rayon inzibati ərazisi olubdur. Ona görə də veriblər o Və sənədi. bütün qonşular 10 min. Qonşular olan və siz qonşuların sənədində şübhə axtarmırsınız və Belə qonşuların sənədində baxdı. nəyə baxdı? Müəllim, necə ola bilər ki, 4 bir tərəfdə belə deyək də hamısı eyni sənəd olur, amma belə deyək 4 bir tərəfin qonşuların sənədlərdən ortalığında əlbəttə. gəlirsə bir nəfərin sənədi başqadır. O sənədlərdən əldə minlərlə sənəd var. Aha. Saxta sənədlər gedib 100 manata, 50 manata alıb başının altına qoyanlar var o sənədlərdə. Aha. Yəni bu sənəd siz deyirsiniz ki, yəni saxta deyil də. Hansı? Bu Rayon icra hakimiyyətinin verdiyi sənəd saxta Bu sənəd. bir nəfərə deyil. icra hakimiyyəti verib də 2000-ci Bir ildə. nəfərə yox, orada bir neçə nəfər Yox, var. gəl O bir sənəd nəfər. verilən tarixi araşdırır. Aha. Kimlərə verilibsə o vaxt burada işləyən yoldaşlar var idi. Bu Yəqin məsləhəti ki, siz daşımırsınız bunu. Nəyi? Bunda məsləhət daşırmırsınız bu işdə. mən nə məsuliyyət daşımalıyam ki? Qızın dalında siz qalmışsınız, Tahir müəllim qalmışdı. Mən- Qızın dediyinə. Nəyə görə? Qızla mənim nə marağım var ki, qızın Bax dalında siz də gəlmişdiniz sahaya, qıza deyirdiniz qapı qoy, yadınıza çıxdınız. Nə? Qapı qoy, nə qədər tezlik Deyirəm qapı qoy. qapını bəli, yerimi bərpa elə qapı Yer qoyun. onun deyil axı. Kim deyir onun deyil? Onun mən deyil, qonşular deyil. Sizin idi o sənəd? O torpaq sizin idi? Bəli. Düzünə danışın. Düzünə danışır. Vicdanla danışın. Bütün qonşular hamısı təsdiq. Müəllim, bu həmin- Sən həmin- sonradan çıxmısan ha kişi. Mən sonra Müəllim, həmin torpaq müəllim kimin olub ora? Hə? Əvvəlcədən kimin olub? Elə o əvvəldən o xanımların olub. bir nəfər Bəs o xanım əvvəl biz araşdırdığımıza görə əvvəl ondan qabaq həmin sənəddən gedib başqa bir adamın yerinə ərazisinə daxil Ara olub. daxil olur. Heç Elə bir məlumat yoxdurmu Vallahi sizdə? məndə elə bir məlumat yox. Amma biz araşdırdığımıza görə elə bir məlumat var. Varsa ola bir yaxşı. Mən deyə bilmərəm. Mən Mən şəxsən kart- o yerdə bir dəfə olmuşam. Aha. Sonra da ikinci dəfə məhkəmə orqanlarının bir yerdə olmuşam. Məhkəmə orqanı icazə vermiyordu danışmağa, biz də danışmırıq. karta olmaya bu nəfər verib. Hansı 2016-da çıxıb bu. Onun sənədində cizgi əlavə edilməmişdi o qızın sənədində. Bunu sonra dedi siz gedib mühəndissiniz. May sən burada torpağın var Aymay. Bəli, mən varım da. Ha? Cizgisi var altında. Ha? Altında cizgisi var. Müəllim, biz öyrənmişik həmin ərazidə olan vətəndaşların heç birinin cizgisi yoxdur. Abşeron rayonundan əgər alınıbsa. Siz saxta sənədlərdir. Deməli belə çıxır ki, Abşeron rayonunun verdiyi sənədlər saxtadırmı? Onlar o vaxtı Abşeron rayonunun verdiyi verdilər. sənədlər saxtadırmı? Eləmir ki, Orada Abşeron rayonunda olan bütün sənədlər saxtadırmı? o əraziyə düşən Abşeron varsa saxtadır bəli. Və ikinci bir sənəddən yoxdur axı mənim. Hansı Yoxdur. sənəddən? Sizin verdiyi sənəddən yoxdur. İkinci bir şəxsdə yoxdur. Kimdə son? Bir nəfər. Bir sənəd bir Bütün vətəndaşa qonşular hamısı verilir. yığışdı məhkəməyə Bir gəldi. vətəndaşa bir sənəd bir dəfə verilir. Ay Bu yolda. əgər bu yer olundursa, bir dənə qonşu bunu tanımır. O nətər olar? Hansı? Bu qızı tanımır. Bunu nə Müəllim, indi bir söz də deyim də, həmin kartda o gördüyünüz o sxem ki var, o Google Maps-dan Kapıdan çıxarılır. çıxarılır bu. kim deyir? Bunu Tahir müəllimin özü təsdiqləyir. Bunu sən Google-dan çıxarda bilərsən. Mən çıxartmamışam. Bunu siz çıxarıbsınız. Tahir müəllimlə peçat vurubsunuz. Tural Zeynalov da peçat vurub veribsiniz qızın əlinə. O qız buna əsasən getdi, çıxarış çıxartdı. Bəli. Həbsdə ola nətər bunu veribsiniz qıza? Hansı qız? O torpaq həbsdə qoyub. Mərdəki Tərlan Akbarov həbs qoymuşdu ora. Siz həbsdən sonra gedib bunu çıxarıbsınız. O hansı qanuna uyğun Kim gəlir? çıxardı? Siz, mühəndis, çıxardı? Tahir müəllim, Tural Zeynalov. Yaxşı, ay kişi. Yəni deyirəm, azacıq bir balaca müsəlmanlıq qeyrətin varsa, Mənim qeyrətim var. Bu ora peçat gələn, vuranlar ora qeyrəti o yox. xanım gələndə siz hardaydınız? Bu xanım yox idi.
Bu xanım gedib başqasına ilişmişdi, onunla Anasına iyileşmişdi. Müəllim, indi Sonra sən attın. O adam da Ya. məhkəmədə işləyir. Müəllim, üzr istəyirəm. İndi bu həmin o sənəd ki var, Tural bəy özü təsdiqləyir ki, həmin ərazilər donuzçuluqdur, həmin ərazilərdir. Ümumiyyətlə Xəzər rayon icra başçısı Vallahi bilmirəm nə təsdiqləyir, təsdiqləmir. Onu Turaldan soruşaq. Yox, sizdən indi biz bununla bağlı müsahibəmizi götürmək istəyirdik. Yəni mümkünsə. Mən indi həkimə gedirəm, mənim vaxtım. İmtina edirsiniz müsahibə Nə verməkdən. imtina edirəm, nə qardaş? Nə deyirəm ki, həkimə gedirəm. Sənin şu şeyin çəkilişin mənim həyatımdan vaclıdır. Bəli, bəli, təbii ki, bu Bax bu işdir. Bu həmin mühəndis Həmzə bu kişidir. Bu kişi gedib o torpağa baxış edib, baxış zamanı gəlib oradan sonra Tahir Əliyevlə danışıblar. 4000 manat pul kiməsə veriblər, o qızdan alıblar. Nə ediblər bu sənədə görə. Həbsdə Vay. olan torpağa çıxarış çıxarıblar. Qulaq as. Bax budur. Qulaq as bir Xəstəliyə dəqiqə. də buna Ay kişi, görə qulaq as. düşmüşəm. Qulaq as bir dəqiqə. Nəinki 4000 manat, Bəli. 4 qəpik alanın belə balası ölsün. Alıbsınız, Onu deyənin də balası ölsün. Bəli, Yaxşımı? ölsün. Bəli, bəli. Yekə kişi sənə adın 2001, sarın var. 2000 hə? manat bir veribsiz, 4000 manat bir verib. Kimə vermişik Bu ya? çıxarışı Nəyə çıxarıb qızı görə? əlinə. Biz? Bəli, qızı siz buraxdınız. Yalançı İndi bunu- Allah qənim olsun. Qanim olsun. Olsun. müəllim üzr istəyirəm Həmzə müəllim. Tural bəy ilə biz müsahibə götürmüşük. Tahir müəllimlə də biz bu haqda danışmışıq. Bunlar bildirdilər ki, həmin ərazi donuzçuluqdur, hövsan südçülük əraziləri Abşeron rayon icra hakimiyyətinə məxsusdur. Yalnız və yalnız onlar həmin ərazilərə olan O sahənin sənədlərə hamısı sıxım yox. verə bilər. Xeyr. Hamısı o torpaq sahələrinin belə deyək də donuz kökəltmə ərazisi də var orada, sonra hövsan südçülük sovxoz ərazisi də var. O ərazilərin hamısı vaxtı ilə Xırdalar rayon icra hakimiyyətinin tabeçiliyində olub. Başa sonradan düzlük qaytarılmış ərazilər var. Sonradan qaytarılmış. Amma oradakı torpağın paylanmasından onlar məşğul olur. Xəzər rayon icra hakimiyyəti məşğul olur. Üzr istəyirəm, orada bildirilir ki, Gülağa İslamov Xəzər rayon icra başçısı onunla bağlı hətta dəfələrlə həmin ərazilərdə olan vətəndaşlar fərdi şəkildə də kütləvi şəkildə də ora gediblər qəbula. Orada da bildirilib ki, onlara başçı tərəfindən də, yəni orada bildirilib ki, həmin ərazilərə birbaşa Abşeron rayon icra aparatı tərəfindən verilə bilər, icra hakimiyyəti tərəfindən verilə bilər. Bəs buna münasibətinizi bilmək istəyirik. Yəni Xəzər rayon icra başçısı səhv məlumat verir? Vallahi Xəzər rayon icra hakimiyyəti başçısı heç vaxt səhv məlumat vermir. Yəni düz deyib də bununla bağlı. Onda səhvi siz edibsiniz burada. Deməli Xəzər rayon icra başçısı yəni düzgün qərar Bu verir. düzgün qərar vermirsiniz o qıza. Bunun cavabı da siz verəsiniz. Qardaş o qərarı vaxtında verən yoldaşlar. Bunu Bir gedin araşdırın, görün də oradan da bunu hansı abstanovkada veriblər, niyə veriblər, necə Bunu sən veriblər. qəşən bilirsən. Birinci Mən sən bilmirəm. verirsən Tahir Əliyevlə. Müəllim biz münasibətinizi bilmək istəyirdik. Müəllim sizin münasibətinizi bilmək istəyirdik bununla bağlı. Mən olmuşam bu Onu xəstəliyə. çünki Üzr istəyirəm. haqsız yoldasan. Üzr istəyirəm. Həmzə müəllim. Həmzə müəllim sizsiniz. Həmzə müəllim Mən üzr sizə istəyirəm. deyirəm ki, haqsız yoldasan. Müəllim üzr istəyirəm. Qardaş, mən cavabını verərəm, liboy adama verərəm. Heç kimdən nə şükür Allah'a qorxum yoxdur. Yadında saxlayın. Qorxun yoxdur ki bunu Başa düşdünmü? verirsən. Qorxun Mən olsaydı sənə deyirəm ki, hökumətdən, Mən prezidentdən. sənə deyirəm ki, haqsız Qorxun yolda olsaydı, sənsə. dövlətdən Sən qorxun gedin o yetimin bir vəziyyətinə bax, ay kişi. O Onu siz yetimin bir baxırsınız vəziyyətinə onun bax. vəziyyətinə ona görə belə. Siz elə fikirləşdiniz ki, Yox. belə attım bir dənə bir şeyin komanı ora. Bəli, siz Tutdu o fikirləşin. yer mənimdir. Siz fikirləşirsiniz. Onu sən Siz fikirləşirsən. elə bil ki, bu bina qəsəbəsində. Sən əlini bir dənə əlin. Pramı burada. Sən mənə bir dənə fakt deyinən ki, bu Pramı ərazidə. burada banditlik edirsən. Banditlik sən Bəli, eləyirsən. sənsən Tahir Ay ki, Əliyev. sən eləyirsən Bu banditlik. kəsə qəsəbəni. Mən onu biz sənə kimlərə deyirəm, sən qoyub- eləyirsən. Siz edirsiniz. Mən sənə deyirəm, onu sən 2 eləyirsən. ildir gəlibsiz, siz edirsiniz. Həmzə müəllim. Banditlik sən Həmzə müəllim, eləyirsən. üzr Özün də istəyirəm. yaxşı bilirsən. Üzr istəyirəm. Sən cəmaatın haqqına girirsən, ay kişi. Bunu indi hökumət biləcək. Bu kimi Hökumət yox. biləcək, bilir hökumət nə var. Hökumət bir nəfərə vermir sənə. Bir Sən nəfər. əlinə papda bütün yeri Bir nəfər vermir. kişi sənə. Həmzə müəllim üzr istəyirəm. Üzr istəyirəm. Kimsə oğlansa. Üzr istəyirəm Həmzə müəllim. Get. Yaşa oğlan. Müəllim, İşinə müəllim məşğul. üzr Mənim istəyirəm. öz işimdir Get. bu. Haqlı tərəfdən yapış. Bir tutduğun heç olmasa haqq ədalət olsun Haqq- ki. haqq ədalət O da budur. səndə yoxdur, olmayıb olmayacaq. Sizdə Ömər bəy Onu olmayıb. mən sənə deyirəm. Mən sənə deyirəm. Həmzə müəllim, üzr istəyirəm. Bu həmin sxemlə bağlı biz hara müraciət edə bilərik? Vətəndaşların həmin ərazidə olan sxemlərinin götürülməsinə. Vətəndaş hara müraciət edibsə siz də bir vasitə oraya müraciət edin. Vətəndaşlar müraciət edir Xəzər rayonuna. Xəzər rayonundan da bildirilir ki, oradan bizə verə bilmərik sxemi. Nəyi verə bilməz? Sxem verə bilməzlər həmin Onların əraziləri. işidir, mən deyə bilmərəm. Müəllim, bu sxem necə verilir? Bunun bir dənə izahını verin. Araşdır da gör necə verilir. Araşdırmasın. Mühəndis işdirsiz, sizdən bilmək istirdik müəllim bunu. Bilmirsiniz? Ben niyə qaçırsınız müəllim Sonra bir şey var, suallarımızdan? çünki Suallarımızdan bilmirəm niyə oxumaq. yayınırsınız müəllim?
Suallarımızdan niyə yayınırsınız? Yayınmıram. Yayınırsınız siz. Sualına cavab ver. Sizi orada oturtdurublar müəllim, səlahiyyətli hər hansı bir nümayəndə gələndə siz onlara cavab verməlisiniz. İstər mətbuat ola, istər digər orqanlar ola. Siz bütünlüyünə Onu qaçırsınız. söndür qardaş, onu söndüreyim. Yox, mən bilmək istəyirəm. Yəni Ne çəkim, nəyi sübut eləmək istəyirsən? çox şey sübut eləyirik Nəyi biz. sübut eləyirik? Çox şey. Siz yayınırsınız, siz suallardan yayınırsınız. Yayınmıram. Ben niyə cavab vermək istəmirsiniz? Cavab verirəm. Niyə cavab vermək istəmirsiniz? Qızı bir gün çağıra bilərsinizmi bura? Hansı qızı? Hansı qıza Ver sənəd məhkəməyə çağırsın da qızı. Mən niyə mən çağırın ki da vətəndaşım? siz çağırın. Vətəndaş müraciət edib verib içələr. Alın. Burada nə var? Müəllim, bu sxemi götürmək üçün necə eləmək lazımdır? Necə? Rayon icra hakimiyyətinə yazılı şəkildə müraciət eləmək. Müəllim, niyə qanun müəllim suallarımıza cavab vermək istəmirsiniz? Yığışdır onu deyirəm. Mən xəstəxanaya gedirəm. Müəllim, siz jurnalistə əl qol ata bilmərsiniz, onu Əl bilirsiniz. qol atmıram deyirəm. Yığışdır deyirəm. Jurnalistə əl qol atmaq özü kütləvi informasiya vasitələri haqqında qanun var. Başqa vaxtı gələrsən söhbət eləyərik. Vaxtı indi deməlim, indi iş vaxtıdır. Deyil. hə. Niyə suallarımızdan yayınmaq istəyirsiniz müəllim? Hadi yığışdır dedim də. Müəllim, biz Xəzər rayon icra hakimiyyətində olduq. Xəzər rayon Oldular, yaxşı icra oldu. hakimiyyətindən bizə bildirildi ki, həmin ərazilərə biz verə bilmərik sxem. Bununla bağlı açıqlama istirdik. Səhmi məlumat veriblər. Özlərindən sorur. Səhmi məlumat veriblər. Özlərindən sorur. Özləri cavab veriblər də deyirlər ki, biz verə bilmərik. Veriblər, özləri bilərlər. Siz isə təsdiqləyirsiniz ki, verə Mən bilərlər. heç nə təsdiqləmirəm. Siz deməli Xəzər rayon icra başçısının verdiyi o qərarlara qarşı çıxmaq istəyirsiniz, ölkə rəhbərliyinin verdiyi qərarlara qarşı. Müəllim, suallarda niyə yayınmaq istəyirsiniz? Çoxmu çətin suallar verilir sizə? Danışmaq istəmirlər, sərf eləmirəm onlar üçün, sərf eləməyəcək. Bu bütün alanı körləyən, işləri körləyən bunundur. Həmzə müəllimdən Tahir Əliyev. Tahir Əliyevdən məzuniyyətə çıxdı. Bir gördü ki, vəziyyət pisdir, o çıxdı məzuniyyətə çıxdı. Gəl ki, çıxdı məzuniyyətə aralaşdı. Buna cavab verməlidirlər. Həmzə müəllim, mən gələrəm sabahları. Mənə də bir dənə gizgi verərsiniz. Belə ki, bir sənəd verərsiniz. Verə bilərsinizmi? Verərsiniz. Onda mən gələcəm, sabah verərsiniz mənə sənəd. Gidib baxış keçirərik, torpağa. Müəllim, sizin ixtiyarınızdadırmı sənəd vermək? Deyirsiniz, verə bilərik. Onu gətirdiyin adama sual verin. Müəllim, suallarımızdan niyə yayınırsınız müəllim? Çox maraqlıdır bizim üçün, biz jurnalist olaraq. Əgər düzsünüzdə işinizdə niyə qalıb suallarımızı dəqiqliklə cavablandırmaq istəmirsiniz? Mənim işim var. Təbii ki, hamısının işi var. Siz hal-hazırda Binəqəsəbə İcra Nümayəndənin sədrinin belə deyək də səlahiyyətlərini icra edirsiniz, müvəqqəti də olsa. Bəli. Gələr kənd sovetindən soruşar. Xalar müəllim naçan gələcək? Xalarik pekatı sizə dəvrət ediblər, ha? Yox, danışmaq istəmir, bunun üçün də sərf eləmir axı. Bu heç vaxt danışmaq istəmir. İşləri görüblər, bax budur. Bu işin nəticəsi budur. Sənədi veriblər qıza, qızı buraxıblar, ikinci bir sənəd yoxdur. Bax indi də... Hayır, ağıllı olay var. Mən ağıllıyam. Məni pis günə siz qoyubsuz. Nə yox? Mən ürəyimi xəstə edibsiniz burada. Bu ki, belə bir şey olar mı? Deyir ağıllı olun, görsən? Bunu da ələ deyir, mənə borcu. Deyir ağıllı olun. Mən ürəyimi xəstə edən bunlardır. Mənə deyir, indi ağıllı olun. Sənədi veriblər, sənəddən qaçırlar. Bir nəfərə, ikinci bir nəfər yoxdur axı bu sənəddə. Bu xanıma veriblər, ikinci bir qonşular hamısı deyir, biz onu tanımırıq. Hamısını tanımırıq, amma bu deyil, bunlar elə bir ki, rekorddir. Heç hökuməti baxmırlar, prezident var, hökumət var. Hökumətin heç bir qanuna əməl eləmirlər. Hamısı bandit kimi oturublar burada, elə bir ki, Binəqəsəbə özəlləşdiriblər. Binəqəsəbə bunlara baxır. Bu qədər, mənim sözüm bu qədər, siz özünüz də gördünüz. Bütün bu qonşular, hamısı burada nə qədər evlər var, hamısı yaşayış var. 98-ci ildə biz bu torpağı almışıq. 98-ci ildə üzbəüz qonşu sərəncamı var. Həmin Abşeron rayonunun Hövsan sürücülük sənədi əlindədir. Hamısı Abşeron idi. Hamısı Abşeron. 91. Sizdə neçə idi? 92 ilində. 92-ci ildən bunlar alıb torpağı. Yaşayış var burada.